Kısaca. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vahdahu ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Fe inne astaqal hadithi kitabullah. Ve hayral hedi hedi Muhammedin sallallahu aleyhi ve alihi ve sellem. Ve şerrel umuri muhtesatuhâ. Ve kulle muhtesetin bid'a. Ve kulle bid'atin dalâle. Ve kulle dalaletin finnâr. İlk olaraq sözsüz ki, qardaşlar, hər birinizi Allah subhanahu wa ta'ala salamı ilə salamlayıram. Esselamu aleykum və rahmetullah. Və Allah subhanahu wa ta'ala hər birinizin ibadətlərini qəbul eləsin. Allah subhanahu wa ta'ala bu ayda bizi tam bağışlanan qullarını eləsin. Onun rəhmətini qazanan qullarını eləsin. Sözsüz necədir? Bir yandan gözəldir, sevinirsən ki, Allah müvəffəq elədi və artıq bu gün 11 gün orucu tamamladın, düzdürmü? Bir yandan da ki, 11 günü getdi artıq. Yəni, ilk 10 günü getdi, ikinci 10'a daxil olduq, hətta ikinci 10'dan belə bir günü getdi. Yəni, görürsünüz necə tez gedir. Əlbəttə ki, bu nə qədər tez getsə də, insan yəni onu faydalı keçirsə, Allahın izni ilə sözsüz ki, sonra, həm Ramazandan sonra, həmçində ki, yəni o birisi dünyaya köçəndə artıq qənimətlə getmiş olar. Amma əgərəm insan bunu elə adi bir günlər kimi keçirirsə və özünü tərbiyə eləmirsə, nəfsinə qayıtmırsa, o halda yazıqlar olsun o insanların halına. Amma əgərəm belə qəflətə yanı, hətta bu ayda belə düşmüşdüksə, hələm tam deyil, bitməyibdir. Yəni, hələm 3də 1-i gedibdir, hələm özümüzə qayıda bilərik. Və insanın həmçində belə hədislər ki, hamınızın bildiyiz hədislər, onlar yəni insanı eləməli, titrətməlidir mümini. Çünki kim idi dua eləyən və kim idi amin deyən. Yəni, Cəbrail əleyhissalam dua elədi, Peyğəmbər s.ə.v isə yəni, bəşərin ən fəzilətli insanı, Allaha ən sevimli qul, o dua dedi, əmin. Yəni, ən az insan eləməlidir? Belə hədislər eşitəndə qəlbi titrətməlidir ki, birdən o hədisə daxil olaram. Üç şeydən biri nə idi orada? Amin dedi. O şəxs ki, Ramazana yetişər və o aydan bağışlanmamış çıxar. Onun burnu yerdən sürünsün. Düzdürmü? Yəni, yerdən sürünsün nə deməkdir? Yəni, sürütlənərək sözsüz ki, oda tullansın. Allah qorusun hər birimizi. Onun görə, nə eləmək lazımdır, qardaşlar? Yəni, çalışmaq. Yəni, necə ki, bilirsiniz, bu ay mədrəsədir. Yəni, insanın özünü düzəltmək mədrəsəsidir. Yəni, bu ay düzəldin, əlhəmdə Allahın izni ilə bütün il boyu inşallah özünü saxlasan, illik, ömürlük mədrəsə olacaq sənin üçün. Yox, əgərlərim düzəltməsən, yəni bu ayda düzəltməsən özünü, fikir verin, yəni o bilsin ki, biz istəsək belə ayrı vaxtı, hərəmizin bir işimiz çıxar və yaxud da bir yerə gedəsi olarıq, bir problem çıxar, görüşə bilmərik. Görüşsək də hamı belə toplaşa bilməyəcək, düzdürmü? Amma görürsən, bu da Allahın rəhmətindəndir. Və Allah subhanahu ta'ala bu da tərbiyəsindəndir, bizi yəni tərbiyələndirmək üçün necə yəni biz olmalıyıq, necə yəni cəmaat olmalıyıq, bir yerdə yapışmalıyıq. Yəni bu fürsətdir. Və o da bilsin ki, bu fürsət artıq da bir daha verilməsin. Və əslən, hətta belə verilsə, biz bunu necə qəbul eləməliyik? Yəni ki, bu fürsət bir daha olmayacaq. Çünki sələflər belə olublar. Necə olublar? Yəni, onlar nəinki oruçluqda, onlar hər bir ibadətlərini eləyərlərdi. Yəni, namaza duranda artıq onlar o namazı qalırlar necə? Sanki axırıncı namazları kimi. Və bu da belə. Yəni, artıq bu bizə verilibdir. Deməli, bundan istifadə edəcəyik. Necə istifadə edəcəyik? Maksimum necə bacarsan elə. Və həmçində görürsən, bir yaxdan yəni şeytanın üstünə turlayırdıq çox şeyləri, düzdürmü? Bugünkü gündə artıq nəfsə qayıtmaq məqamdır ki, bilirsən ki, bugünkü gündə əgər eləmirsənsə, deməli, nəfsindir sənə əmr eləyən. Yəni, o dərəcədə sənə vəsvəsə verə bilmir şeytan, nəinki Ramazandan qabaqçı kimi.
və nəfsi islah eləyəcək. Çünki elə o nəfs olacaq ki, Allah qorusun, insanı cəhənnəmə salan. Yəni, nə vaxt eləyəcəyik? İndi hərən, əlhəmdə, müəyyən bir vaxtda yaşa dolubdur. Hətta belə cavan olsa insan, cavan olsa o demək deyil ki, o zavana ölüm gəlməz. Görürsən, insan misal üçün 10 ildir, 15 ildir, 20 ildir ibadətdədir. Quranı görürsən, səris oxuya bilmir və yaxud da Qurandan əzbərləməyib nə qədərsə və yaxud da ki, o bildiyi surələrin təfsilatını bilmir və yaxud da görürsən ki, namazdır, qılır, ərkanlarını bilmir, vacibətlərini bilmir, şərtlərini bilmir və çox şeylə sızalamaq olar. Və insan nə etməlidir? Qarşıda heç vaxt gec deyil. Əsas odur ki, başlamaq. Başla və əvvəldən başla yavaş-yavaş Allahın izni ilə özünü islah elə. Çünki biz özümüzü islah eləməsək, onu necə olacaq? Yəni, ailəni necə islah eləyəcəyik? Təsəvvür elə, gəlirsən evə, telefondasan. Ola bilsin ki, Quran oxuyursan, kitab oxuyursan, necə ki, bunu dəfələrlə qeyd eləmiş. Amma uşaq onu görmür, qardaşım. Uşaq onu görür ki, atam mənim telefondadır. Və ona deyirsən ki, qoy qırağa onu. Sənə onun sözü lazım deyil. Sənə onun, o səndə sənin əməllərini görür. Və biz də bugün gündə elmli olmasaq, tutaq ki, bir müəllim tutmuşsan öz övladın üçün, ona dərs deyir. Sənin elmin olmasın, necə biləcəksin o uşağı müəlliminə örgədir? Neyinir? Neçə insanlar olub ki, övladları çaşıbdır, azıbdır. Yəni, pis yola düşübdür. Ona görə neynəcəyik? Allahın izni ilə örgənəcəyik. Başqa üzrə mümküniyyət yoxdur. Sözsüz ki, həm yalnız Allah subhanahu wa ta'ala qardaşlara məxsusdur. O Rəbbimiz ki, aləni insan üçün rahatlıq, qəlbi üçün sığınacaq və fitnələrdən qorunmaq üçün səbəb etdi. Yəni, Allah subhanahu wa ta'ala. Mömin kişinin böyüklüyü yalnız ibadətlərin çoxluğu ilə deyil. Yəni, o demək deyil ki, mömin kişi ibadətlər çox eləsin. Yəni, və yaxud da ki, onunla ölçülmür. Onun böyüklüyü, uşaqları dənsə edə bilərsiniz. Onun böyüklüyü, yəni kişinin böyüklüyü nədə ölçülür? Ailəsinə olan məsuliyyəti ilə. İnsan görürsən, qardaş, sən çünki ona görə, o ailənə görə məsuliyyət daşıyırsan. Və o ailənə görə sorumlu olacaqsan Allah qatında. Allahın izni ilə, sözsüz ki. Onun qəlbinin iffəti və gizlində Allahdan qorxması ilə ölçülür böyüklüyü. Kişi ailəsinə dəyərlidir. Əgər yəni, kişi ailəsinin qatında çox dəyərlidir və həmçində kişi ailəsi üçün bir dirəkdir. Yəni, ailə sənə bir dirək kimi baxır, düzdürmü? Əgər dirək möhkəm olsa, ev də möhkəm olar. Yox, dirək zəif olsa, onda evdə nə olacaqdır? Sözsüz ki, zəif olacaqdır, sarsılacaq. Buna görə də Allah möminlərə buyurur, Allah subhanahu wa ta'ala, özünüzü və ailənizi oddan qoruyun. Çünki yəni, sən birinci özünü qorumalısan. İkinci mərhələdə kim gəlir? Yəni, ailən gəlir. Özünü qoruyamaya, sən ola bilməz ki, ailəni qoruyasan. Və yaxud da ki, ola bilməz ki, sən deyəsən, o sözdə bərəkət olsun. Sən özün, misal, günah içlərində bat, düzdürmü? Günah içində, səhərin axşama kimi, Allah qorusun, yəni özünü burax və sonramdakı nə ilə ailəni qoru, çalış və yaxud da, mümküniyyət yoxdur. Sözsüz ki, bu ayə, qardaşlar, böyük yanı bizə yəni istiqamət bildirən bir ayədir. Yəni, insan necə olmalıdır həyat tərzində. Ailəni yalnız yəni, qorumaq o demək deyil ki, insanın çıxıb səhər, axşam ona ruzi qazanması və yaxud ruzi gətirməsi. Ailəni qorumaq, qəlbi qorumaqdır. Evə iman
mühtüsü gətirməkdir. Övladlara nümunə olmaqdır və harama aparan yoldan uzaq olmaq. Yəni, harama aparılan yollara bağlanmamaq. Bugün görürsən, insanlar neyirlər? Çoxu fərqində olmadan belə evdən uzaqlaşırlar, uzaq olurlar. Lakin fitnələr isə fitnələrə yaxınlaşırlar. Sən evdən artıq uzaqlaşdınsa, sözsüz fitnəyə düşəcəksən. Yəni, çöldə çoxdur fitnələr. Nə qədər istəyirsən. Bir insan əgər evdən uzaqlaşdırsa, mümküniyyət deyil ki, o fitnəyə düşməsin. Yəni, saatlarla çöldə olmaq, səbəbsiz məclislər, uzun söhbətlər və boş gəzinti qəlbi neyinir? Sərtləşdirir və ailə ilə olan bağlantını zəiflədir. Biri var, sən çıxasan, sözsüz ki, Allahın razılığını qazanmağa. Bu ayrı məsələdir. Bir də var ki, boş-boş şeylərdir. Halbuki amma necə olmalıdır, qardaşlar? İnsanın ən çox rahatlıq tapdığı, olduğu yer evdir. Sən artıq, elə insanlar var, danışsan, nəsiyyət edirsən, deyir, qardaş, mən evdə heç bir rahatlıq tapa bilmirəm. Mən çölə. Bu problemdir. Həqiqi mənada çox böyük problemdir. Yəni, insan ən çox rahatlıq sən gəlib evdə, ailənlə, övladlarınla tapacaqsan. Yəni, bizə ən gözəl nümunə kimdir? Allah Rasulü sallallahu aleyhi ve sellem. Düzdürmü? Ümmətin ən böyük rəhbəri. Yəni, o olduğu halda evində ailəsinin yanında olardı. Evində ailəsinə kömək eləyərdi. Ev işlərinə hətta belə. Və evdə ailəsinə xidmət edərdi. Kim idi bu? Allah Rasulü sallallahu aleyhi ve sellem. Və bu nəyi göstərir? Yəni, Allah Rasulü sallallahu aleyhi ve sellem əgər bizə nümunədirsə, ən güclü kişi, ən gözəl nümunə bizə olan, düzdürmü? Evə bağlı idisə, bu onu göstərir ki, evə bağlılıq heç də yəni zəiflik demək deyil. Bəziləri belə vəsf edirlər bunu, ki, evə bağlılıq zəiflikdir. Xeyr, əksinə, salih kişinin xüsusiyyətlərindəndir. Çünki evdə keçən vaxtlar və yaxud da evdə keçilən saatlar bəzən çöldə keçilən uzun illərdən daha bərəkətli olur. Sən o ki, çöldə yəni illər boyu gəzəsən, amma evdə bir neçə saatın içində keçirtdiyin o sənə daha bərəkətlidir, nəinki o çöldə illər keçirtdiyin. Çünki evdə nə var? Sevgi var, məsuliyyət var, dua var və Allah razılığı. Həmçində Allah razılığını aparan gizli əməllər var. Yəni, sən onu çöldə elə bilməyəcəksən. Düzdürmü? Amma sən onu harada eləyəcəksən? Evdə. Gecə duracaqsan. Harada eləyəcəksən gecə ibadətlərini? Evdə. Hamının yatdığı halda. Amma çöldə elə bilirsən onu heç cürə. Xüsusilə də, qardaşlar, övladlar üçün atanın evdə olması böyük bir nimətdir. Uşaq atasını gördükcə neyinir? Özünü təhlükəsiz hiss edir. Və yaxud təhlükəsiz yaşayır. Davranışı, uşağı yəni o davranış dəyişir. Yəni, atanın davranışı ilə uşaq öyrənir. Sən ola bilirsin ki, deyəsən bir söz, yəni evdə çalışmaq lazım deyil, səni görəndə qorxsunlar, səni görəndə ürksünlər. Yox. Sənin əməlini, sənə baxıb odur insanı tərbiyə edən, odur sənin, mənim övladlarımı dəyişən. Amma biz desək bir şeyi, başqa bir şey eləsə, heç də yəni ki, heç vaxt ola bilməz ki, nə evdə zövcələrimizi islah eləyək və yaxud da ki, övladlarımızı islah eləyək. Mümküniyyət yoxdur. Yalnız davranış. Və həmçindəki övladların yəni davranışını dəyişəcək və gələcək ailə həyatının yəni modelini o artıq atanın davranışından quracaqdır. O da sabahların bir ailə sahibi olacaq, düzdürmü? O da sənə o baxıb, bax eləncəni davranacaq öz övladları ilə. Atanın
davranışı ilə götürəcəkdir. Salih olacaqsan, inşallah Allahın izni ilə salih olacaq. Amma ata evdə olmazsa, bu boşluğu heç bir şey doldura bilməz. Mümküniyyət yoxdur. Xüsusən də görürsən ki, övladlar artıq yeniyetmə yaşındadırlar. Bu halda artıq məsuliyyət daha da önəmli olur. Daha da məsuliyyət artır. Bu dövrdə ata yalnız valideyn deyil artıq. Ata həm də dostdur, müəllimdir və istiqamət verən şəxsdir. Yalnız sən ata kimi olmayacaqsan evdə. Həm də dost olacaqsan, həmçində müəllim olacaqsan. Vallahi ki, belə olsaq Allahın izni ilə nəticələri görəcəyik. Və görəcəyik necə də dəyişilir. Yəni, qardaşlar, indi bu sadaladıq və biz ailəni qorumaq üçün nə etməliyik? Nə addımlar atmalıyıq özümüzdə? Yəni, mühüm məsələlər var. Bugünkü günə görürsən ki, baş verir. Allah hər birimizi qorusun o şeylərdən. Lakin, qardaşlar, ailəni qorumaq ən mühüm tərəfindən biri də qəlbi qorumaqdır. Çünki necə bilirsiniz ki, qəlblə Allah subhanahu wa ta'ala bizim ibadətlərimizə qəlblə baxır. Sən zahirən bir şey göstərə bilərsən. Amma sənin niyyətinə bağlıdır hər şey. Qəlbində nələr yaşayırsan. Qəlbi ən böyük qorumağın yollarından biri naməhrəmdən uzaq durmaqdır. Bir çox böyük günahlar böyük addımlarla deyil. Kiçik və sadə görünən addımlarla başlayır. Sənə gəlməsin ki, bir insan əgər böyük günaha düşübsə, o birbaşa getdi ona düşdü o böyük günaha. Xeyr, şeytan belə yanaşmır, qardaşlar. Mümküniyyət yoxdur. Yəni, o tədricən olur, o illərin qabaqcadan planlarını qurur. Mümküniyyət yoxdur. Və necə ki, Allah subhanahu wa ta'ala bizə bildirir, zinaya yaxınlaşmayın. Fikir verin, deməli, yəni zina etməyin, zinaya yaxınlaşmayın. Yəni, burada baxsaq, yəni ona aparan addımlardan gedir söhbət. Yəni, Allah subhanahu buyurması bizə məhz buna görədir ki, yəni ona aparan addımlardan uzaq durmaq. Yəni, günah özü deyil burada. Ona aparan yollar, ona aparan addımlar, ondan uzaq olmaq. Yəni, bugünkü gündə baxsaq, bu yolların ən yayılmışı isə nədir? Yazışma və yaxud da səbəbsiz ünsiyyətlər. Görürsən, məsələn, insanla başlayır, ünsiyyət harası bir zarafat elədi, harası bir söz tulladı, harası nətərsə oldu, nömrəsi düşdü, bir nöqtə atdı, bir nə atdı, bu hamısı nədir? Bu o addımlardır. O addımlar ki, aparır bax ora. Allah qorusun. Yəni, bugünkü gündə o fitnəyə düşmək qabaqçıdan, yəni əvvəlkilərin daha asandır. Çox asandır. Bir mesaj, bir yazışma, bir zarafat və qəlb yavaş-yavaş bağlanmağa başlayır. Yavaş-yavaş bağlanır o şəxsə. Bəzi halda deyirik nə? Yəni, insan deyir ki, niyyətim təmizdir. Bu niyyətin təmiz olduğunu düşünə bilər insan. İnsan düşünə bilər ki, onun niyyəti təmizdir. Lakin qəlb zəifdir və şeytan addım-addım yaxınlaşdırır səni. Addım-addım. Gizli yazışmalar qəlbdə bağlılıq yaradır. Bağlılıq isə ailəyə olan sevgini zəiflədir. Artıq sən bağlandın kiməsə, harama. Düzdürmü? Nə olacaqdır? Sözsüz ki, evdə artıq bağlılığı, evdə sevgini zəiflədəcəkdir. Bu səbəbdən də alimlər qəlb fitnəsini göz fitnəsindən daha təhlükəli olduğunu deyirlər. Və ya deyirlər.
Baxışı qorumaq, lazımsız ünsiyyətlərdən uzaq durmaq və qəlb məşğul edən hər şeydən çəkinmək. Kişinin iffəti və ailəsini qorumağın ən gözəl yollarındandır. Və yaxud da ki, bu qardaşların bir qaladır. Yəni, sən bunu eləsən, sanki bir qala qurmuş olmuşsan. Qaladır. Ora yəni ki, müəyyən yerlərdən girişməyə çalışsalar da, artıq sənin qalan möhkəmdir. Amma bu şeylərdə zəifçilik olsa, yəni kişinin iffəti də gedər və ailəsi də zəifləyər. Amma naməhrəmlə gizli görüşmək və yaxud da ki, yəni təklikdə qalmaq, bu isə daha böyük təhlükəli məsələdir. Necə bilirsiniz ki, Allah Rasulü s.ə.v nə dedi? Yəni, kişi bir qadınla təkləşərsə, onun üçüncüsü şeytan olar. Yəni, necə ki, qeyd elədik, qardaşlar, yəni şeytan insanı bir anda böyük günaha salmır. Əvvəl qəlbi yumuşaldır, sonra sərhədləri zəiflədir. Sərhədlər zəiflədimi? Və sonda insanı peşman olacağı qapıları açır. O peşman olacaq qapı açılandan sonra artıq gec olur. Bir də olsa görürsən, artıq getdi hər şey. Allah qorusun. Bugünkü gündə bu şeylərə niyə görə danışılır? Çünki qardaşlar, yəni çox asanlaşıb hər şey. Allah hər birimizi qorusun. Yəni, bu səbəbdən də qardaşlarım, iffəti qorumaq yalnız günahdan qaçmaq deyil. Günaha aparan bütün yolları bağlamaqdır. Bütün yolları bağlayırsan. Bağladın Allahın izinə. Görün bu yoldan sənə gəlir nəsə, onu bağlayacaqsan. Görün bu yoldan gəlir, onu bağlayacaqsan. Yəni, baxsaq, yəni, bəzi insanlar var, sözsüz ki, Allah həm şükür olsun ki, yəni, bu qeyd olunlar demək deyil, kimdəsə var. Amma sağ olaraq, ola bilsin bizə indi qulaq asanlar olsun, ola bilsin kimlərsə də həqiqi mənada var, ola bilər də şeytan da bir qapı açıb. Yəni, naməhrəmdən uzaq durmaq kişi əslində özünü məhrum etmir. Neynir? Əksinə, ən böyük neməti qoruyur. Bəzi insanlar, yəni elə deyir cahilər, düzdürmü? O nemətdir. O nemət deyil. Əksinə, o özünü qorumuş olur. Nəyi qoruyur, qardaşlarım? Qəlbin rahatlığını qoruyur. Düzdürmü? Qəlb rahat olur. Yəni, mümküniyyət yoxdur bir insan naməhrəmlə olsun və o rahat olsun. Mümküniyyət yoxdur bir insan günah iş görsün, o rahat olsun. Mümküniyyət yoxdur, heç cürə. Hər bir günah narahatçılıqdır. Halaldadır rahatçılıq. İnsanın gözünün halalı olur, 30 illərdən yaşayır, heç də bezmir ondan. Amma Allah qorusun, insan bir dəfə harama düşür, ömür boyu özünü qınayır. Və yaxud bir dəfə, 2 dəfə, 3 dəfə, sonra neyir? Çirginir, irgənir o şəxsdən. Amma Allah subhanə görürsən, elə, yəni halalı elə eləyib ki, ondan sən bezmirsən. Heç vaxt. Həmçində ki, bu kişi ailəsində sevgi və ehtibarı aparır. Yəni, kişinin ailəsində yəni sevgi qazanır və ehtibar olur. Və qardaşlarım, bu mühüm məsələ də burada nədir? Bax, bu, indi gələn duasının bərəkətini görür. Yəni, dua eləyir, onda bərəkət görür. Duasında bərəkət görür. Və qəlbində izah olmayan bir arxainlik hiss edir bu insanlar. Çünki gizli sadaqət ailə sevgisini artırır. Gizli sadaqət ailə sevgisini artırır. Gizli xəyanət isə qəlbi qaraldır və bərəkət aparır. Yəni, budur. Yəni, insan əgər nə qədər gizlində, görürsən, gizlində məsələn olunan ibadət, gizlində verilən sədəqə daha üstündür nəinki açıq-aşkar veriləndən. Bu da belə sən qoruyursan, gizlində belə sənə bir qapı açılsa da belə, qorunursan, onunla Allah subhanahu teala insanların qəlbinə sənə qarşı məhəbbət salır, sevgi salır. Sən elə bil ki, daha da elə bil güvənli olursan.
Amma Allah qorusun, kimə qarşı eləyirsən bunu? Xəyanət eləməklə təkcə ailəyə qarşı eləmirsən. Sən axı Allah onu haram buyurubdur. Allah səni hər bir yerə görür, düzdürmü? Və bu da insanların kimlərdəsə varsa belə bir şeylər, gözəl bir fürsətdir ki, bu ayda ilə tövbə eləmək və qayıtmaq. Və eyni zamanda da qardaşlarım, mömin qardaşlar, yəni gözəl münasibət saxlamaq. Sözsüz ki, bu da mühüm məsələlərdəndir. Yəni, mömin qardaşlarla gözəl münasibət saxlamaq, bu da mühüm məsələlərdəndir. Qardaşlıq, yəni imanın şirinliyindəndir. Və müminin möminə nə idi? Dayağıdır. Müminin möminə dayağıdır. Lakin hikmətli kişi qardaşlıq ilə ailə münasibətini aid eləməlidir. Yəni, arasında tərazlamağı qorumalıdır. O qardaşlarını sevir. Sözsüz ki, bu gözəl bir ailə, yəni gözəl bir işdir, çox. Lakin ailəsini də unutmaz. Mömin kişi qardaşlarını sevər, amma ailəsini də unutmaz. İnsanlarla gözəl davran edər. Lakin boş məclislərdə vaxtını israf etməz. Sən gözəl rəftar eləmək, amma gözəl rəftar o demək deyil. Orada boş məclis isə sən onlara oyacaqsan, boş-boş vaxtını keçirdəcəksən. Hansı ki, sənin o vaxt sənə verilibdir. Hansı ki, sən sayılmış vaxtların ibarətsən. Hər vaxtın, hər saniyən sayılıbdır. Sənin belə nəfəslərin sayılıbdır. Sənin göz qrupunun belə sayılıbdır. Necə ola bilər ki, sən onu boş məclisdə keçirəsən? Və xüsusən də bu ümumiyyətcə, yəni möminə yaraşan bir şeydir. Xüsusi olaraq da qardaşlarım, yəni sələf, salihin yoluna gedənlərə ümumiyyətcə yaraşmaz. Bəzi şeylər deyirlər ki, bu məkruhdur, bu mübahdır, onlar bunu. Subhanallah, nə vaxtdan bunu belə aid elədiniz? Siz bilirsiniz, bunlar heç bir Allah Rasulü s.ə.v dövründə, sahabilərin ilk dövründə yox idi belə şeylər. Onlar bir şey bilirlərdi, haramdır, onlar və yaxud da olmaz. Siz götür, məsələn, domino olsun, biri deyir ki, bu axırı haram deyil, haram deyil və sənin vaxtın, sən o vaxtı keçirirsən orada, boş-boşuna və o necə olacaq, sən o vaxtdan sorumlusan. Sən o vaxtı deyib 5 ayə oxuyarsan Quran, bir dənə ayə əzbərləyərsən və yaxud ailənlə vaxt keçirərsən, ailənlə sörgə edərsən, ailənin ehtiyacını və yaxud valideynlər sağsa, valideynlərə qulluq eləyərsən. Düzdürmü? Əlhəmdülillah. Bu, boş məclisdən uzaq durmaq, mütləq. Bu, möminlərin sifətlərindəndir. Mümkünət yox, sənin vaxtın orada israf olur və sən də oturursan orada. Və yəni, qardaşlıq edər, lakin qəlbini fitnəyə aparan, yəni məclislərdən uzaq durar. Bu tarazlığı salih kişinin ən gözəl xüsusiyyətlərindəndir. Qorumalısan. Bəli, yoxsa belə məsələn görürsən ki, nə edir? İnsan da gedir saat 2 kimi, 3 kimi və yaxud da gəlir hər gün ailə yatıb, çıxır evdən, işə gedir, uşaqlar məktəbdədir və belə nə uşaq ata özü görür, nə ailə və sonra da ailədən nəsə gözləyirsən və yaxud da deyirsən ki, mənim övladım böyüyür, mən öləndən sonra deyir, budur, ən gözəl sərvətdir də mənə dua eləyəcəkdir. Necə sən onu qoyub gedə bilərsən ki, elə fikirlərsən, sən onun üçün çalışmadın. Çalışmadın və çalışmırıq. Allah qorusun. Allah Subhanallah hər birimizi qorusun qardaşlar günahlara düşməkdən. Allah bizi rəhim eləsin. Allah Subhanallah bizi onun dinini öyrətsin və sələfin fəhmi ilə başa düşən qullarını eləsin və biz irəlilətdən sonra geriləməkdən qorusun və həmçinin haqq kimi başa düşüb ona tabi olan qullarını eləsin və batil də batil kimi görüb ondan çəkinən qullarını eləsin. Allah daha doğrusunu bilir. Subhanakallahumma bihamdik. Əşhədu ən la ilahe illə əntə əstəğfiruka və etûbu ileyk.